Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü gündür və əminəm ki, bəzi dinləyicilər hətta gözləyirdi ki, nəhayət 4-cü gün gəlsin və biz yüksəliş müsabiqəsi haqqında müzakirəmizi davam etdirək. Həmsöhbətim isə yüksəliş müsabiqəsinin testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova olacaq. Elmira xanımla birlikdə biz yüksəliş müsabiqəsi haqqında bütün məqamlara toxunacağıq. Ona görə sizi nəsə maraqlandırırsa, nəsə narahat edirsə və ya xüsusilə əgər qeydiyyatdan keçmisinizsə, birinci mərhələdə iştirak etmisinizsə, növbəti mərhələlər haqqında nəsə soruşmaq istəyirsinizsə, onda bizimlə əlaqə saxlaya bilərsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Elmira xanım, xoş gəlmisiniz. Necəsiniz? Çox sağ olun, yaxşıyam. Siz yaxşı olun. Mənə elə gəlir ki, siz yəqin bu müsabiqənin ən məsuliyyətli bir sahəsinə, bir sektoruna rəhbərlik edirsiniz. Ona görə bilmək istəyirəm ki, bax sizin işdə vəziyyət daha çox o məsuliyyət, gərginlik tərəfi çoxdur, yoxsa zövq verən məsələlər də var? Hər ikisi mövcuddur. Artıq 6-cı ildir ki, yüksəliş müsabiqəsində çalışıram və düşünürəm ki, onun zövq verən tərəfi olmasaydı, yəqin ki, bu müddət ərzində, bu gərginliyin altında yəqin ki, çalışa bilməzdim. Amma gərginlik də təbii ki, çoxdur və ildən ilə artır. Çünki hər il yeni standart müəyyən olunur və sən hər növbəti il çalışmalısan ki, o əvvəlki ilin standartını təmin edəsən, keyfiyyətini təmin edəsən. Çünki gözləntilər artır. Bütün cəmiyyətin gözü yüksəliş müsabiqəsindədir və ona görə də biz ildən ilə çalışırıq ki, keyfiyyəti daha da artıraq və daha da keyfiyyətli məhsul ortaya çıxaraq. Məsələn, orada testlərdə siz nəyə nəzarət edirsiniz? Hansı suallar olacaq? Bu il necə кейslər olur? Bunları? O cümlədən. Amma yalnız o deyil. Bildiyiniz kimi bizdə bir neçə mərhələ var və hər şey qeydiyyat mərhələsindən başlayır və əslində qeydiyyat prosesinin aparılmasına görə də qismən məsuliyyət daşıyır, amma əsasən o onlayn platformasının idarə edilməsi, o prosesin qurulması, eyni zamanda növbəti 3 mərhələdə ümumiliklərdir, keçmiş qabiliyyət imtahanı, hal-hazırda analitik təhlil imtahanı və eyni zamanda idarə etmə bacarıqları imtahanları üçün sualların hazırlanmasıdır, sualların seçilməsidir və sonra imtahan keçiriləndən sonra balların hesablanması, iştirakçılara hesabatların təqdim edilməsi və əksər hallarda narazı olanlar olur nəticələrlə. Eyni zamanda onların apellyasiyalarının cavablandırılması. Daha sonda isə yarımfinal və final mərhələləri gəlir. Yarımfinal və final mərhələsi üçün bizim komanda keysləri hazırlayır, qiymətləndirmə keyslərini hazırlayır. Eyni zamanda da yarımfinal və final mərhələsində iştirak edən qiymətləndirici ekspertlərin seçimi ilə də biz məşğul oluruq. Biz bütün bu mərhələlər haqqında elə ətraflı danışacağıq, amma gəlin lap əvvəldən başlayaq ki, məsələn, sizdən soruşanda ki, yüksəliş müsabiqəsinin əsas mahiyyəti, məqsədi nədən ibarətdir? Nə izah edirsiniz? Yüksəliş müsabiqəsinin mahiyyətini izah eləmək iki cümlədə çox çətin olur, amma çalışıram ki, onun core deyirlər də, yəni core dəyərini, əsas dəyərini izah edim. Kökünü izah edim. Onun əsas dəyəri ondan ibarətdir ki, biz istedadların tapılması üçün bir sosial lift mexanizmini qurmuşuq. Yəni ki, Azərbaycanda 10 milyon əhali var və 10 milyonun içində istedadlı insanlar, bacarıqlı insanlar itə bilərlər. Yəni dərhal görünməyə bilərlər. Biz əminik ki, müsabiqə olmadan da bu insanlar deyək ki, 10 il ərzində, 20 il ərzində hansısa uğur əldə edə bilərlər. Amma müsabiqə vasitəsilə biz onların uğur hekayələrini sürətləndiririk. Onlar daha qısa zamanda üzə çıxırlar, cəmiyyətə tanınırlar və daha qısa zamanda artıq onlar o validasiyadan keçirlər ki, bəli, bu kadr keyfiyyətli kadrdır, bəli, bu kadr bacarıqlıdır, potensiallıdır, perspektivlidir və buna diqqət yetirməyə dəyər. Çox razıyam. Məsələn, yaxşı səsi olanlar üçün müsabiqə var. Bəli. Deyək ki, rəssamlar nəsə özünü başqa cür yoxlayır. Amma yaxşı işçilər, yaxşı liderlər özlərini başqa yoxlaya biləcəyi belə bir platforma yox idi. Hələ ki, Azərbaycanda, yəni ölkə miqyasında yeganə platformadır, amma sevindirici haldır ki, yüksəliş müsabiqəsindən sonra bir çox qurumlarda əslində oxşar müsabiqələri, daxili müsabiqələri keçirtməyə başlayıblar. Ən azı
5-6 müsabiqə haqqında məlumatım var. Ola bilsin ki, daha çoxdur, amma ən azı 5-6 müsabiqə Yaxşı haqqında eşitmişəm. təşəbbüsdür. Razıyam. Bəli, təbii ki. Bir də var ki, yüksəliş müsabiqəsinə hazırlıq kursları. Mən hətta Instagramda falan qarşıma çıxır, reklamlarda görürəm. Mənim də Bu qarşıma kurslarla necə əməkdaşlıq edirsiniz? Xeyr, bir mənalı olaraq heç bir hazırlıq kursu ilə əməkdaşlıq etmirik. Bununla bağlı dəfələrlə paylaşım edirik, insanlara da müraciət edirik. Təbii ki, kimsə əgər vəd edirsə ki, o müəyyən mərhələlərə deyək ki, iştirakçıları hazırlaya bilər. Düzdür, mən şübhə edirəm, tam əmin deyiləm ki, o vədin arxasında nə dayanır. Çünki biz heç bir imtahan proqramını təqdim etmirik, paylaşmırıq. İmtahan proqramı mövcud deyil. İmtahan proqramı mövcud olmadığı halda kimisə hansısa imtahana hazırlaşmaq mənim fikrimcə çox mürəkkəb bir məsələdir, çox çətindir. Ona görə mən çox böyük şübhə ilə yanaşıram həmin vədlərə. Amma kimsə bu fəaliyyəti həyata keçirirsə, təbii ki, biz də anlayırıq ki, bu qanun pozuntusu deyil. Lakin biz düşünürük ki, bu insanların gözləntiləri ilə bir növ manipulyasiyadır, oynamaqdır. Yəni onlara vəd etməkdir ki, bəli, məsələn, mən artıq hansısa illərdə yüksəliş müsabiqəsinin iştirakçısı olmuşam, təxminən sualları görmüşəm və ona görə də mən səni hazırlaya bilərəm. Amma bu belə deyil, çünki hər il proqram, yəni bizim seçdiyimiz suallarda, bizim üstünü verdiyimiz mövzularda, bizim seçdiyimiz sual tiplərində yeniliklər olur. Hər il biz çalışırıq ki, hansısa yeni qiymətləndirmə alətini tətbiq eləyək. Və əvvəlcədən bununla bağlı heç kimin məlumatı olmur. Ona görə də mən düşünürəm ki, həmin hazırlıq kurslarının vədləri əsassızdır. Bəs o məxfiliyi necə qoruyub saxlayırsınız? Suallar ölkəmizdə hazırlanır, yoxsa? Bəli, suallar ölkəmizdə hazırlanır. Sualların hazırlanmasında biz Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edirik. İlk ildən bu yana Dövlət İmtahan Mərkəzində də konfidensiallığa böyük önəm verilir. Onların da komandası çox peşəkardır və ilk 3 mərhələnin sualları məhz onların mütəxəssisləri ilə bir yerdə hazırlanır. Həm yüksəlişin mütəxəssisləri, həm də ki Dövlət İmtahan Mərkəzinin komandası birgə fəaliyyət göstərir həmin dönəmdə və sualları hazırlayır. Müsabiqədə aydındır ki, idarəçilər və liderlər axtarılır da, yəni daha çox bu insanlar. Amma məsələn ildən ilə sizin üçün əsas dəyişən məqam olurmu? Tutaq ki, biz bu il yaxşı analitik təhlili olan liderlər axtarırıq. Məsələn, gələn il komanda ilə çox yaxşı işləyə bilən liderlər lazımdır bazara. Belə fərqlər olur? Belə fərqlər olur. Demirəm, açıqlayın. Məsələn, bu il kim axtarırsınız? Nəmin xanım, əslində çox yaxşı sualdır, çox yaxşı məsələ toxunmusunuz. Sizin dediyiniz bizim qiymətləndirmə dilində kompetensiyalar modeli adlandırılır. Yəni ki, biz bir növ gələcək qalibin qəlbini cızmış oluruq, portretini çəkirik ki, o hansı bacarıqlara malik olmalıdır. Və həmin kompetensiyalar modeli bizdə gizli deyil. Biz onu adətən internet səhifəmizdə də paylaşırıq. Son illər ərzində bizim 8 əsas kompetensiyamız var idi, səriştəmiz var idi və həmin 8 kompetensiya əsasında qiymətləndirmə aparılırdı. Onların içində strateji düşüncə idi, liderlik idi, komanda işi idi, kommunikasiya bacarıqları idi, innovativliklərin tətbiqi idi, sosial məsuliyyət idi və s. Amma bu il biz düşündük ki, artıq kifayət qədər böyük zaman keçib. Ona görə bu il üçün, bu ilin yarımfinal və finalında artıq fərqli kompetensiyalar modeli tətbiq olunacaq. Yeni kompetensiyalar modelini hazırlamışıq, hələ ki açıqlamamışıq. Düşünürəm ki, idarəetmə bacarıqları imtahanından sonra həmin kompetensiyalar modeli açıqlanacaq. O biraz fərqlənəcək. Biz bugün yüksəliş müsabiqəsinin testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova ilə həmsöhbətik. Onunla birlikdə həm onun işi haqqında danışacağıq, həm də yüksəlişdə qalib gəlmək üçün təşkilati komanda nələri vacib hesab edir, nəyi soruşmaq olarsa hamısını soruşacağam və sizin də suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Yüksəliş müsabiqəsinin ilk 2 mərhələsi bitdi artıq və 3-cü olacaq. Bu isə Doğrudur. Analitik təhlil və idarə etmə bacarıqları imtahanıdır. Adı səhv etmirəmsə belədir. Yox, indi qeydiyyat mərhələsi bitib, ümumiliklər imtahanı bitib. Hal-hazırda analitik təhlil imtahanına hazırlaşırıq. Artıq analitik təhlil imtahanından uğurla keçən iştirakçılar sonra idarə etmə bacarıqları imtahanına dəvət olunacaqlar. Doğrudur. Analitik təhlil mərhələsi nədir? Burada testlər necə aparılacaq? Nəyi bilmək lazımdır? Analitik təhlil imtahanı 3 blokdan ibarətdir. Orada verbal təhlil, rəqəmsal təhlil, bir də ki abstrakt təhlil
təhlil blokları mövcuddur. Hər blokda 25 sualdır. Verbal təhlil deyəndə mətnlər verilir və həmin mətnlərdə cümlələrin arasında, faktların arasında olan əlaqə iştirakçılar tərəfindən necə təhlil olunur? O əlaqəni görə bilirlərmi? O səbəb-nəticə əlaqəni görə bilirlərmi? Yəni o tipdə suallar verilir və həmin verbal təhlil yoxlanılır. Ondan sonra rəqəmsal təhlildə oxşar məntiqlə diaqramlar, cədvəllər, qrafiklər təqdim olunur və yenə də orada rəqəmlərin arasında səbəb-nəticə və ya ümumiləşdirmə kimi, yəni bu funksiyaları eləyə bilirlər yoxsa edə bilmirlər, o yoxlanılır. Abstrakt məntiqdə isə abstrakt fiqurlar arasında, yəni ki, A nöqtədən B nöqtəsinə bu fiqur necə çatdı, o əlaqəni görə bilirlərmi, bu prosesi görə bilirlərmi, o yoxlanılır. Bəzən sual verilir ki, idarəçi üçün bu niyə lazımdır? Amma məsələ orasındadır ki, idarəçilər və rəhbərlər əsasən elə deyək ki, sənədlərlə işləyirlər, hesabatlarla işləyirlər və orada həm mətnlər mövcuddur, həm rəqəmlər mövcuddur, həm faktlar mövcuddur və onlar həmin hesabatı düzgün təhlil etməyə bacarmalıdırlar, o rəqəmləri düzgün təhlil etməyə bacarmalıdırlar ki, sonra o təhlilin nəticəsində ən optimal qərarı verə bilsinlər. Bəli, çox vacibdir. Ümumi şəkli görməyə bənzərdir. Yəni və liderlər yəqin ki, bunu etməyə bacarmalıdır. Sizin fikrinizcə, məsələn, ChatGPT, digər süni intellektlə olan bağlı vasitələr müsabiqənin gedişatına necə təsir edir? Bu bizim üçün böyük çağırışdır. Məsələn, keçən il 2024-cü ilin əvvəlində səhv eləmirəmsə ChatGPT dünyaya təqdim olundu və biz də həmin dövrdə ümumi birliklər imtahanına hazırlaşırdıq və nəzərə alaraq ki, ümumi birliklər imtahanında suallar kifayət qədər asandır və adətən orada o imtahandan keçməyən çox kiçik say olurdu. Biz düşündük ki, okey, böyük ehtimalla iştirakçılar çalışacaqlar ki, ChatGPT-dən istifadə eləsinlər, o sualları cavablandırsınlar. Bunu təhlükə kimi gördük, qəbul etdik və nəticədə sualların tipini dəyişdik və sualların çətinliyini artırdıq və əvvəlki illərdə əgər ümumi birliklər imtahanından təxminən 700-800 nəfər kəsilirdisə, keçən il bizim tətbiq elədiyimiz dəyişikliklər nəticəsində təxminən 10.000 nəfər iştirakçıdan 5500-ü kəsilmişdi. ChatGPT-nin olmasına baxmayaraq. Yarısından çox. Bəli. Baxmayaraq ki, kifayət qədər, yəni çox ensiklopedik suallar deyil idi, spesifik suallar deyil idi, ümumi dünya görüşünü qiymətləndirirdi. Amma biz orada açıq sual tipindən istifadə etdik, yeni sual növünü saldıq həmin imtahana və onun nəticəsində ChatGPT ilə belə bir növ mübarizə apara bildik. Bu növbəti illərdə bizə kömək edəcəkmi bilmirəm, amma biz onun fərqindəyik, başa düşürük ki, dünya inkişaf elədikcə və yeni hansı texnologiyalar alətlər ortaya çıxdıqca biz də daima yeniliklər tapmalıyıq ki, imtahan maksimum şəffaf keçirilsin. Amma analitik təhlil imtahanı keçən ildən başlayaraq offline şəkildə keçirilir, əyani şəkildə keçirilir. Hər kəs gəlir imtahan mərkəzinə və imtahan mərkəzində bizim gözümüzün qabağında imtahanı verir. Ona görə orada analitik təhlil imtahanında ChatGPT-nin və ya digər hər hansı süni intellektin köməyindən istifadə etmək qeyri-mümkündür. Elmira xanım, sizin fikrinizcə ən çox artıq 4 il keçib və müşahidə aparmısınızmı? Hansı suallar insanlarda daha çox sual yaradır, nəyə qarşıdırlar? Etirazı ən çox hansı hallarda bildirirlər? Ən çox etiraz, yəqin ki, ən çox etiraz idarə etmə bacarıqları imtahanında müşahidə olunur. Çünki idarə etmə bacarıqları imtahanı Azərbaycan üçün yeni formatdır. Orada situasiya mühakimə testləri təqdim olunur. İngilis dilində Situational Judgment Test deyirlər, SJT. Bu SJT-lər Azərbaycan üçün yenidir. İlk dəfə iştirakçılar bu tip sualları yüksəliş müsabiqəsində görüblər. Orada iş yerlərində mövcud ola biləcək fərqli situasiyalar verilir. O qısa situasiyalar ola bilər, gündəlik situasiyalar ola bilər və ya hansısa strateji əhəmiyyət daşıyan situasiya ola bilər və o situasiya əsasında soruşulur ki, siz bu vəziyyətdə, bu halda hansı addımı atardınız və onu
Məsələn, ən səmərəli addımdan ən səmərəsiz addıma qədər sıralayın ki, sizin üçün birinci atacağınız addım hansıdır, sonuncu atacağınız addım hansıdır və o sıralama bizə iştirakçının dəyərlərini göstərir və prioritetlərini göstərir ki, onun üçün həmin vəziyyətdə ən önəmli məqam nədir, hansıdır. Ona görə də biraz öncə sizin də dediyiniz kompetensiyaları bu situativ testlər vasitəsilə görmək mümkün olur. Amma iştirakçılar o mexanizmi tam anlamadığına görə ki, orada qiymətləndirmə necə aparılır, orada qiymətləndirmə seçimi necə aparılır, məhz o mərhələ ilə bağlı düşünürəm ki, kifayət qədər böyük sayda biz şərhlər görürük və yəni, səhv cavab yoxdur görürük. deyə. Bəli, tamamilə doğru vurğuladınız. Orada səhv cavab ümumi olaraq yoxdur. Çünki reallıqda istənilən situasiyada istənilən davranış müşahidə oluna bilər. Amma məsələ orasındadır ki, həmin testləri tətbiq edən sifarişçinin gördüyü ideal, bayaq dediyimiz kompetensiyalar modeli var. Görmək istədiyi portret var, qəlib var. O qalibdən nəyi görmək istəyir? Hansı prioritetləri ilk öncə görmək istəyir? Və bu səbəbdən biz məsələn həmin qəlibi götürürük və sonra onu iştirakçıların cavabı ilə tutuşdururuq və baxırıq ki, kimin cavabları bizim qəlibə daha uyğundur. Və iştirakçılar adətən şikayət edirlər ki, siz nəyə görə cavabları açıqlamırsınız? Yəni biz də izah eləməyə çalışırıq ki, biz onu açıqlasaq nəticədə biz növbəti illərdə bu imtahanı keçirə bilmərik. Elə bil ki, bütün açarları iştirakçılara vermiş olacağıq. Aydındır. Mən telefon nömrələrimizi xatırladım ki, kimin mövzu ilə bağlı sualı yaransa bizimlə əlaqə saxlasın. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. İdarəetmə bacarıqları mərhələsi haqqında danışdıq. Mənə bu istiqamətdə maraqlı olan məqamlardan biri odur ki, siz yəqin ki, o cavablara baxıb həm də müşahidə edirsiniz də bir nəticəyə gəlirsiniz ki, bizim liderlər daha çox necə yanaşırlar, başqa ölkələrdən necə fərqlənirlər. Məsələn, nə görürsüz orada? Bəli, biz hər imtahandan sonra cavabları təhlil edirik, nəticələri təhlil edirik. İdarəetmə bacarıqları imtahanından sonra nəticələri təhlil edəndə, məsələn, maraqlı iki tendensiya gördük. Bir, ən azı bizim iştirakçılar da kifayət qədər böyük saydadılar. Bizim iştirakçılarda ən güclü kompetensiya nəticə yönümlülükdür. Demək olar ki, bütün iştirakçılarımızda nəticə yönümlülük 80%-dən yuxarıdır, 85%-dən yuxarıdır və nəticə yönümlülüklə bağlı verilən sualları əksər hallarda doğru cavablandırırlar. Yəni onlar üçün nəticə vermək, deyək ki, çalışdıqları qurumu və ya komandanı pis vəziyyətdə qoymamaq, yəni bu onlar üçün çox önəmlidir. Lakin digər maraqlı bir tendensiya var ki, qərar verməklə bağlı bizim iştirakçılar çətinlik çəkirlər. Ən çox da çox strateji, əhəmiyyətli, böyük, hansı böyük risklər gətirə biləcək qərarları verməkdə adətən tərəddüd edirlər və qərar vermə bacarığı əgər məsələn nəticə yönümlülük 80%-dən yuxarıdırsa, qərar vermə təxminən 30% səviyyəsindədir. Yəni qərar verməklə bağlı bu qədər fərq var. Bəli, qərar vermə bizim ən azı iştirakçılar arasında, yəni bu kütlə arasında ən aşağı səviyyədə inkişaf etmiş və ya göstərdiyi ən az göstərdikləri kompetensiya. Sizcə niyə belədir? Yəni necə adam daha rahat qərar verə bilər? Bunu necə inkişaf etdirmək olar? Təcrübə ilə. Bununla bağlı həmkarlarla maraqlı müzakirələrimiz olmuşdu. Çünki ilk dəfə o nəticələri görəndə, rəqəmləri görəndə özüm də biraz təəccübləndim və sizin kimi başladım düşünmək ki, görəsən bu hardan bəhrələnir, kökü hardadır, səbəbi hardadır və sonra ətrafımdakı qohumları, dostları xatırlayaraq gördüm ki, məsələn, əksəriyyəti uşaqları ilə danışanda və ya uşaqlarını böyüdəndə, məsələn, ən sadə şeylərdən başlayaraq paltar seçimidir, yemək seçimidir, məktəb seçimidir, hətta dost seçimidir. Adətən icazə vermirlər ki, uşaq özü seçim eləsin, özü qərar versin. Yəni adətən dediyim kimi ən azı ətrafımı təhlil edəndə görürəm ki, onlar çalışırlar ki, o qərarlara təsir etsinlər. Ki bunu geyinmə, bunu geyin,
bu kitabı oxuma, bu kitabı oxu, bu uşaqla dostluq eləmə, bu uşaqla dostluq et, bu məktəbə getmə, bu məktəbə get və nəticə etibarilə elə alınır ki, bizim cəmiyyətdə insanlar deyək ki, hansısa vəzifəyə gələnə kimi onlarda o vərdiş formalaşmır. Yəni ki, onlar illərlə elə bir şəraitdə yaşayırlar ki, başqaları onların yerinə qərar verir, başqaları onların yerinə seçim edir və ona görə də bu vərdiş formalaşmadığına görə sonra bu insan deyək ki 30 yaşına çatanda və onu harasa müdir təyin edəndə və ona deyəndə ki sən qərar verməlisən, təbii ki o çətinlik çəkir. Çünki sadəcə olaraq təcrübəsi yoxdur. Düşünürəm ki bunu inkişaf elətdirməyin yeganə yolu fərqli təcrübələrə açıq olmaqdır. Yəni riskdən qorxmamaqdır, məsuliyyəti götürməkdən qorxmamaqdır, çəkinməməkdir və anlamaqdır ki, istənilən qərarın verilməsi heç qərarın verilməməsindən daha yaxşıdır. Sizin həm də bir HR kimi təcrübəniz olduğuna görə də soruşmaq istəyirəm ki, bax sizin fikriniz, yəni tutan ki, bir insan elə böyüyüb ki, ona ailədə çox da qərar vermə şansı verilməyib və bu artıq formalaşıb gəlib bir şirkətdə çalışır. Onun üçün düzgün mühit necə yaratmaq lazımdır ki, bu insan tam potensialını aça bilsin, qərar verən olsun, həmişə hər şey rəhbər həll etməsin, o da prosesin bir hissəsi olsun. Burada həmin qurumda liderin empat olması və biraz demokratik tərzdə, yəni liderliyi tətbiq etməsi çox önəmlidir ki, həmin insan başa düşsün ki, o səhv qərar versə də səhv qərara görə o cəzalandırılmayacaq. O başa düşməlidir ki, o səhv, yəni ilk növbədə onunla söhbət aparılmalıdır və bir razılaşma əldə edilməlidir ki, bundan sonra bu məsələlərə görə sən məsuliyyət daşıyacaqsan və sən qərar verəcəksən. Qərar verəndən sonra isə qərarın nəticələrini biz bir yerdə görüşüb səninlə müzakirə edə bilərik, təhlil edə bilərik ki, daha yaxşı qərar var idimi, yoxsa yox idimi? Yəni ki, bu tərzdə əgər həmin həmkarla iş aparılarsa, düşünürəm ki, bir müddətdən sonra, yəni 1 ildən sonra mı, 2 ildən sonra mı, onda hansısa ən azı fundamental qərar vermə bacarıqları formalaşacaq. Yəni tamamilə idarə etmədə bu cəzalandırmanı kənara qoymaq lazımdır. Yox, tamamilə cəzalandırmanı kənara qoymaq lazımdır kimi fikir söyləmədim. Sadəcə olaraq mən düşünürəm ki, istənilən adam başa düşməlidir ki, o səhv edərsə, yəni ki, necə düzgün ifadə edim fikrimi? Üst rəhbər özü o sərhədləri müəyyən etməlidir ki, haraya qədər, yəni o riskləri ölçməlidir, başa düşməlidir, çünki onun özü də bir riskdir. Və razılaşma zamanı, həmin əməkdaşla danışıq zamanı həmin sərhədləri dəqiq müəyyən etməlidir ki, bu məsələlər üzrə qərar və məsuliyyət tamamilə sənlikdir. Yəni sən səhvdə qərar verə bilərsən, doğru da qərar verə bilərsən, mən buna razıyam. Orada hansısa mənfi nəticələr olarsa, onları qəbul etməyə hazıram. Lakin mənim üçün çox önəmlidir ki, bir müddətdən sonra sən qərar vermə funksiyasını, qərar vermə bacarığını özündə formalaşdırasan. Və bu kimi rəhbərləri görmüşəm və artıq həmin insan biləndə ki, o müəyyən dərəcəyə qədər hansısa məsələləri özü təhlil edə bilər, onlarla bağlı özü qərar verə bilər. Düşünürəm ki, yəqin ki, yavaş-yavaş cəsarəti artacaq və sonra bir müddətdən sonra bu vərdiş halına gələcək. Elmira xanım, mən də bayaqdandır ki, söhbəti cəzalandırma və mükafatlandırmaya gətirmək istəyirəm. Bilmək istəyirəm ki, müasir idarə etmədə sizin fikrinizcə bunlar arasında balans necə qorunmalıdır? Mənim üçün bu hələ ki açıq sualdır. Burada mənim bir mənalı yəqin ki cavabım olmayacaq. Mən düşünürəm ki, istənilən rəhbər ilk növbədə özünü başqasının yerinə qoymağı bacarmalıdır və özünə qarşı necə davranışı gözləyirsə, başqalarına da elə davranışı tətbiq etməlidir. Düşünürəm ki, yaxşı rəhbər olmaq və yaxşı insan olmaq, bunun balansını qorumaq çox çətindir. Yəni daima işçiləri sadəcə olaraq mükafatlandırmaq təəssüf ki, alınmır. Bəzi hallarda hansısa
təəssüf ki, biraz sərt ola bilsin ki, müzakirələr də aparmalı olursan, hansısa sərt şərtlər də verməli olursan. Amma mən düşünürəm ki, bu obyektiv olanda, yəni hansısa subyektiv səbəblərə görə deyil. Bu obyektiv hansısa davranışa görə, hansısa hərəkətə görə, hansısa qərara görə olanda və sən izah edə biləndə ki, nəyə görə sən bu sərt şərhi verirsən və ya nəyə görə sən sərt addım atırsan, düşünürəm ki, digər tərəfdə bunu daha rahatlıqla qəbul edir. Yüksəliş müsabiqəsində bu testlər mərhələsi ilə bağlı 2 dinləyici yazır ki, vaxt məhdudiyyəti var. Vaxtı az olduğunu qeyd edirlər. Bu haqda nə düşünürsünüz? Əslində qismən razı ola bilərəm, amma məsələ orasındadır ki, o vaxt məhdudiyyəti olmasa, seçimi aparmaq qeyri-mümkün olacaq. Çünki qiymətləndirmədə, seçimdə elə əsas məsələ odur ki, vaxt məhdudiyyəti çərçivəsində insanlar nə dərəcədə qısa zamanda uyğunlaşa bilirlər, ən doğru cavabı seçə bilirlər və öz ən yaxşı potensiallarını ortaya qoya bilirlər. Yəni vaxt məhdudiyyəti olmasa biz deyək ki, onlara 3 gün vaxt versək, təbii ki, 3 gün vaxt ərzində istənilən iştirakçı bütün sualları rahatlıqla cavablandıracaq və hamı maksimum nəticə göstərəcək. Amma sonra mənim qarşımda sual duracaq ki, okey, mən onda seçimi necə aparım? O hansısa meyar olmalıdır. Bu meyar da məhz sürətdir. Yəni kimsə deyək ki, yarım saat ərzində 20 suala düz cavab verir, kimsə yarım saat ərzində 5 suala düz cavab verir. Təbii ki, mən 20 saat ərzində 20 suala düz cavab verənə üstünlük verəcəm. Bəs sizin fikrinizcə daha çox iştirakçılara çətin gələn mərhələ hansı olur adətən? Bu hər il eyni olur, yoxsa dəyişə də bilir? Əsasən analitik təhlil imtahanı, əvvəlki illərdə biz onu qabiliyyət imtahanı adlandırırdıq. Ən böyük sayda iştirakçı ilə məhz həmin mərhələdə vidalaşırdıq. Ona görə də düşünürəm ki, ən çətin olan mərhələ, ən kritik belə deyək və darboğaz deyirlər son zaman. Yəni darboğaz odur. Növbəti mərhələdir. Bəli, analitik təhlil, doğrudur. İndi soruşsam ki, necə hazırlaşmaq lazımdır? Aydın deyəcəksiniz ki, xüsusi bir düstur yoxdur, amma hər halda ümumiyyətlə yüksəliş müsabiqəsinin 2 mərhələsindən keçən və 3-cü və digər mərhələlərə qoşulmaq haqqında düşünən insanlar nəyi bilməlidirlər? Həm psixoloji ola bilər burada hazırlıq, sadəcə bir mühitlə bağlı tövsiyəniz ola bilər. Yəni necə hazırlaşsınlar və nə bilsinlər? İmtahandan öncə yaxşı yatmalıdırlar. Fiziki sağlamlıq həqiqətən çox önəmlidir. 2, sistem, mən düşünürəm ki, mütləq sınaqda iştirak etməlidirlər. Hətta öncəki illərdə əgər iştirakçı olublarsa, mütləq sistemlə tanış olsunlar, sual tipləri ilə tanış olsunlar. Çünki bu il analitik təhlil imtahanında yenə də yeni sual tipləri olacaq. O sual tipləri ilə tanış olmaq üçün çox tövsiyə edirəm ki, sınaq imtahanı bizdə 11 may tarixində olacaq. 11 may tarixində mütləq qoşulsunlar və çalışsınlar ki, o sual tipləri ilə tanış olsunlar. Sual tiplərindən başqa sistemin özündə deyək ki, bizdə hər blokda dediyim kimi 25 sualdır, amma 25 sual içində naviqasiya sərbəstdir. Yəni bu nə deməkdir? İştirakçı ardıcıl şəkildə də sualları cavablandıra bilər. Məsələn 1, 2, 3, 4 və s. Və ya 25-ci sualdan başlaya bilər və 25-ci sualdan 20-ci suala keçə bilər. Mən düşünürəm ki, bu sərbəst naviqasiya fürsətindən heç də bütün iştirakçılar doğru istifadə etmirlər. Ona görə düşünürəm ki, o sərbəst naviqasiya rejimini nəzərə alaraq iştirakçılar zamanlamanı, yəni ki, onlara ayrılan vaxtı doğru planlaşdırmalıdırlar. Yəni məsələn, onlar bilirlər ki, bizdə rəqəmsal blokda 3 fərqli çəki dərəcəsində sual tipi var. Asan suallar var, orta suallar var və çətin suallar var. Və əksəriyyəti başlayır asan suallardan, sonra keçir orta suallara, sonra isə artıq yorğun halda gəlirlər, çatırlar çətin suallara. Sözün düzü çətin suallardan da başlamağı tövsiyə etməzdim, amma tövsiyə edərdim ki, orta çətinlik dərəcəsində olan suallardan başlasınlar. Çünki onların sayı da daha çoxdur. 15 sualdır və onların verdiyi xam bal da daha yüksəkdir. Yəni asan sual 2 bal verirsə, bu suallar isə 4 bal verir. Ona görə yəni düşünürəm ki, o bloka başlayanda orta çətinlik dərəcəsində olan suallardan başlayıb, sonra isə artıq öz resursunu düzgün qiymətləndirərək qərar verə bilərsən ki, okey, mən bundan sonra mən hansını eləmək istəyirəm? Asan sualları
asanları həll etmək istəyirəm, yoxsa çətinləri. Artıq bilirsən ki, bu iki option qalıb, hərəsində də 5-5 sualdır və artıq hansına hazırsansa onu edirsən. Eyni zamanda məşq eləmək üçün Azərbaycan dilində resursların, yəqin ki, hansısa resurslar var, amma mən daha çox tövsiyə edərdim ki, ingilis dilində, yəni kim ingilis dilini bilirsə və ya rus dilini bilirsə və türk dilini bilirsə, bizim analitik təhlil adlandırdığımız imtahan tipi aptitude test adlanır. Yəni bu bizim icadımız deyil, biz onu icad eləməmişik. 10 illiklərdir ki, dünyada mövcuddur və bu aptitude test internetdə yazaraq fərqli sual tiplərini görə bilərlər və məşq eləmək istəyirlərsə, o suallarla məşq edə bilərlər. Çox sağ olun. Mən düşünürəm ki, çox faydalı tövsiyələr oldu. Dinləyicilər də bundan faydalanacaq. Sonda bir daha qeyd edeyim ki, bugünkü həmsöhbətim Yüksəliş müsabiqəsinin testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova idi. Biz onunla birlikdə həm yüksəliş müsabiqəsi və xüsusi olaraq da analitik təhlil imtahanları haqqında danışdıq. Dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm.